16 aprel 2025-ci il. Baxın, hava şəraitinə görə ağac aşıb. Bunu başa düşmək olar, hava şəraitidir. Amma bu ağacı saxlayan bir bənd var idi, bəndi. Hansı ki, Alyans şirkəti gəldi o bəndi söktü, öz xeyirlərinə görə, öz işlərinə görə. Yolumuzda bərbad günə qoymuşdu. Özümüz bərpa eləmişik ki, bir təhər buradan keçib gedə bilək işə, evə, nə bilim, məktəbə. İndi hal-hazırda mən bu şikayəti Fövqəladə Hallar cavab vermir, zənglər çoxdur, onu başa düşməlidir. Yasamal icra hakimiyyətinə zəng eləyirəm. Deyir, bizlik bir şey yoxdur. Xəbər verərik şirkətə. Yəni, şirkət niyə görə bizi bu vəziyyətə salır? Baxın da, baxın, evlərin vəziyyətinə baxın. Çat-çat, hamısını Alyans şirkəti bu günlərə qoyub. Baxın, sürüşmə vəziyyəti yaradıb. Orada ev var, hal-hazırda ev var. Onun qabağını bu cürünə qazıb. Bu hava şəraitində sürüşmə olsa o ev təmiz gəlir. Çünki padyomdur, seismik zonadır. Nə baxan var, nə gələn var, nə gedən var. Bir saatdır ki, hər yerə şirkətin özünə belə xəbər vermişəm. Heç kimin vecinə deyil. Yaxşı, buradan uşaq keçir, yaşlı keçir. Necə keçsinlər? O ağac çıxıb, gövdəsi, nə bilim, kötüyü çıxıb, boşluq yaranıb. Burada hal-hazırda sürüşə bilər. Heç kim baxmır. Kimə arxalanırlar? Niyə gəlib maraqlanmır? Alyans şirkəti nə vaxta qədər bu özbaşınalığı davam eləyəcək?